Hərdən bir dəfə yemək yeyir, qarnı doyur, deyir, əlhəmdülillah, hərdən bir o heç. O da yaxşıdır, amma başlanğıcdır. Adam şükrə adət eləsin, hər dəqiqədə halı şükür olsun. Mən deyə bilərəm ki, Allah bizi bundan başqa bir şey üçün yaratmayıb. Bunu istəyir bizdən. Hər şeyə müsbət yöndən baxmaq. Keçmişdə bizim başımıza gələn, mən özüm bunu təftiş eləmişəm. Siz də bir dənə cəhd eləyin. Keçmişdə xoşa gəlməz hadisələr olub, başımıza gəlib də. Diqqətlə indi baxıram, görürəm ki, nə qədər neymətlər var imiş o xoşa gəlməz hadisələrdə hələ. Mənə həyatımın bir mərhələsində bu lazım imiş. İndi baxıram, görürəm ki, nə qədər bəlalarında şükür var hələ. Bəla, neymət, hamısı bir iş görmək istəyir sənlə. Müsbət bir şey var, tərəfi var. Onu görmək istəyir. Allah deyib, bunu görəsən sən, vəssalam.